Salam, Dövlət İmtahan Mərkəzinin 13 aprel tarixində 9-lar üçün keçirilmiş olduğu buraxılış imtahanından ingilis dili suallarına baxaq. 9-ların irəlidə də imtahanları var. Hər birinizə bol-bol uğurlar. Ümid edirəm ki, çox faydalı və xeyirli nəticələriniz olar. Kanala abunə olmamısınızsa, abunə olmağı unutmayın, çünki çox faydalı videolarımız yenə gələcək. Qrammatika suallarından hələ ki başlayaq. 13-cü sualda söz önü mövzusudur. I met-dən başlayır. Deməli, daha doğrusu article mövzusudur. Sorry. Old friend sayıla tək isimdir. Old sayıdan başlayır, qabağında ən olar. Ona görə qalırıq A və Y arasında. İsmin qabağında bir article olmalıdır. In the street olar və məkan bildirir. Cavab ona görə 13-də deməli A variantı oldu. 14-cü sualda tag question'da cümlənin bir tərəfi təsdiq, digər tərəfi inkar olmalıdır. Biz əks tərəfdəki təsdiqi ataq. Maralların uzun ayağı var deyir, cəmdədir və sual do-dan düzəlir deyə don't say deyərik. İnkara təsdiq, təsdiqə inkar olmalıdır. Maralın cəm olduğunu hardan bildik? Çünki qarşısında e artiklı yoxdur. Çünki dear elə bir isimdir ki, tək və cəmi eynidir. 15-ci sualda isə çox rahat bir sualdır. Both or, neither or, not only belə boşluq, either nor ifadəsi yoxdur. Neither nor var sadəcə. Yəqin ki, fikir aydındır. 17-ci sual söz bazası vokabülərinə aid bir şeydir. Definition bizdən istəyir. Sərgi, exhibition, sərgi deməkdir. A public show of art, incəsənətin göstərildiyi ictimai bir şoudur deyir, yəni bir göstəridir. Dessert, o desertdir, yəni yemək, necə deyirlər, yeməyin sonunda yeyilən bir şirniyyat tipində bir şey. Bu gəlir, elə foodu görəndə B-yə düz gəlir, yəni 1C və 2B. Nə qaldı? Cavab B variantı. 18-ci sualda definition'dır. Adamdır, kim ki məktəbin rəhbəridir, başçısıdır. Kimdir bu? Hər halda bu principal, okul müdürü deyirlər, yəni məktəb direktorudur. Bərbər deyil, operator deyil, hüquqşünas deyil, casus deyil. Cavab Y variantı. 19-cu sualda dil kursları bəyənilir, cəmdədir. Dil kursları da cəmdə olduğu üçün are-were olur, yəni 2-3. Nə oldu? Cavab Y variantı. Gördüyünüz kimi qrammatika su kimidir. İrəlidə imtahan verəcək bütün 9-lara uğurlar. 20-ci suala baxırıq. Sağ tərəfdəki in 2 weeks, 2 həftəyə deyir, oxumaqdan söhbət gedir. Deməli, gələcək zaman göstəricisidir. Will be able to olar, will'in B-sini unutmuruq. Cavab nə qaldı? C variantı 20-də. Keçək növbəti suallara. 21-ci suala baxırıq. Sağ tərəfdə last month var. Hansı zamandır? Təbii ki, keçən ay deyir, keçmiş sadə zamandır. Keçmiş sadə zamanda düzəlir diddən. Sual cümləsidir, elə birbaşa dini götürürük. Mike çarpayıya uzandı, laid on olar, çarpayın üstünə uzanırsa, bu da C olacaqdır. Passive voice rahat bir bölmədir bu da. Ümid edirəm ki, asan olub sizin üçün də. Stol keçmiş zamandır. Keçmiş sadənin passivi necədir demişdik? Was, were, plus, fail, 3. Was, were, fail 3 axtaraq. Was-bin deyə bir şey yoxdur. C-də was yoxdur. D-də yoxdur. Qalırıq Y və B arasında. Cümləmiz someone-dan başlayırsa, someone-dan cümləmizi başlatmayacağıq. Cavab nə qaldı? B variantı qaldı. 24-cü suala baxaq. Mən bu şalvarları xoşlayıram. Zos və zis olacaq. Bu ikisi gedir. Sağ tərəfdə onun rəngini deyirəmsə, bu zer olmaz və it apostrof s də olmaz. Cavab nə qalır? Cavab təbii ki, 24-də B variantı qalır. 25-də sinonimləri istəyir bizdən. Gördüyünüz kimi 2-3 dənə sual var ki, bu, belə deyim, qrammatik bilgi deyil, söz bazasıdır. Ona görə reading və listening yaxşı olmalıdır, mümkün qədər. Və söz bazası təbii ki. Nəysə, baxaq sualımıza. Correct, düzgün, true, düzgün. Empty, boş, crowded, izdihamlı. Different, fərqli, same, eyni. Elegant, attractive, cəlb edici, xoşa gələn mənaları var. Yəni 1 və 4. Mətn suallarını birazdan kanalda baxa bilərsiniz. Bu qrammatika idi. Hər birinizə bol-bol uğurlar olsun. Bu arada şəkil yaddan çıxdı. Şəklin indi hekayəsini mən qurmuyum. Gördüyünüz kimi ata uşağı ilə zor parka gedir, hətta ailəvi. Bu yaxında video paylaşmışdım. Görmüşsünüzsə, elə orada da zor parkdan bağlı bir şey idi. Esse qurmaqdan tipli. Təqribən oxşardır. Ümid edirəm ki, sizin üçün çətinlik olmayıbdır. Şəkilə uyğun hekayə tələb olunur. Deməli, zor parka gediblər. Burada da uşaqlar və ata heyvanlara baxır. Sağ tərəfdə də anasından qızı baxır. Birində ana qızınla baxır, birində ata hər ikisindən baxır. Belə bir zor parka aid hekayədir.
qurmaq istəsəniz şərhə yazarsınız, çalışacağam oradan baxım sizə yardımcı olum. Hər birinizə bol-bol uğurlar olsun, özünüzə yaxşı baxın. İmtahanlarınız hər zaman belə xoş keçsin.